Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin paytaxtları arasında ən hündür yolka Aşqabadda quraşdırılıb. Yenavaz.com xəbər verir ki, Türkmənistanın paytaxtında quraşdırılan yolka regionun ən iri bayram qurğularından biri kimi təqdim olunur. Aşqabadda quraşdırılan ölkənin ən əsas yolkasının hündürlüyü 44 metr olub. Bu göstərici ilə Aşqabad MDB paytaxtları arasında ən hündür mərkəzi yolkaya sahib olub. MDB ölkələrində quraşdırılan əsas yolkaların hündürlüyü belə olub: Aşqabad 44 metr, Daşkənd 35 metr, Bişkek 35 metr, Yerevan 35 metr, Düşənbə 30 metr, Minsk 30 metr, Moskva 26 metr, Astana 25 metr. Qeyd edək ki, bu il üçün paytaxt Bakıda əsas yolkanın harda quraşdırılacağı və hündürlüyünün neçə metr olacağı barədə məlumat açıqlanmayıb. Ötən illərdə Bakıda quraşdırılan əsas yolkanın hündürlüyü təxminən 30-35 metr arasında dəyişib.